Salamlar, deməli mega çəkiliş modunu əslində çəkmişdim, sadəcə olaraq paylaşmağa vaxt tapa bilməmişdim ki, biraz gec oldu, amma yenə də paylaşacağım bunu. Hər kəsə salam, xoş gördük sizi yeni videomuzda. Bu videoda yeni gələn moddan oynayacağıq, hansı ki mega çəkiliş sıralamalı mega çəkiliş modu gəlib ki, əslində dünya 7-yə çıxmışdıq. Burada Fashion'in yerində biz idik. Sadəcə bir-iki oyun tilt olub uduzduq deyə biraz arxaya düşmüşük. Hansı ki, indi bu dəqiqə ilk 100-ə girməyə çalışacağıq. Hannibal gəlib qarşımıza, Kurdish Royal. İlk seçim sırası bizdədir. Buradan deməli böyük büyülərə baxanda əslində qəşəng büyülər var. Amma Tomruku götürəcəm hələ ki. Həm rəqibət çox da belə, necə deyim, məlumat verməmək üçün ki, biz gələcək nə seçəcəyik. Həm də ki, bu Dart Goblin'dir, fıçıdır. Bunlara anti seçək də. Yəni rəqib götürsə onun əlində partlasın, mən götürsəm rəqib üçün pis olsun, belə deyək. Buradan yaxın mənzil kimi şövalyanı götürürəm. Aha, rəqib Dart Goblin götürdü. Fıçını indidən götürürəm, düzdür. Paket var əlində, paketi ata biləcək, ata bilməyəcək bilmirəm axır. Yenə də yoxlayarıq. Bir də yarasa götürəcəm. Deməli, plus balon eləmək istəyirəm. Yəni yarasa ilə bu balonu sıxışdırıb göndərmək olar. Prosta adam ateş ruhu götürdü, qəşəng. Bir də elektrik ruhu. Ki, rəqibin dəstəsi çox belə qəşəng sürət dəstə oldu. Ki, madenci oynayacaq. Bizə bir də yaxın mənzil lazımdır. Hansı ki, boss banditi bir götürə bilərik. Bir də mühafızları əslində götürsəm çox yaxşı olar. Çünki rəqib mühafız götürsə, sonra bizim əlimizdə qalacaq bu boss bandit. Elə bil ki, özünü də götürdük, antisini də götürdük. Deməli, rəqib güclü madenci götürdü. Son olaraq atak kartı götürməliyik ki, atak kartımız var. Bizə bir dənə havaya vuran bir kart lazımdır. O da avcı götürə bilərik əslində. Fiso. Dəstə pis deyil, məncə udacaq. O raket götürdü bu arada. Deməli, şövalyə ilə arxadan çıxaq. Ondan sonra ateş ruhu kulemizə tullansın, eybi yox. Biz boss banditlərlə vuracağıq. Ki, bunu körpü kimi istifadə edib kuleyə zıplatmaq olar. Tullan. Eybi yox. Onu öldürərsiniz. Arxaya gəl, arxaya gəl. Tüh. Bu biraz pis oldu. Ha, bu qəşəng oldu. Qəşəng. Yəni paketlə bir də mən belə baxıram ki, hasar verə bilmirəm də. Hasar verə bilmirəm deyəndə fıçıya ata bilmirəm. Refleksim o qədər də güclü deyil. Deməli, mühafizlərlə çıxsaq, əslində rəqibin belə əlində mühafizlərə qarşı çox da qəşəng cavabı yoxdur. Onun üçün mühafizdən biz çıxaq. Mühafiz baskı eləyəndə boss banditlə də tamamlayarıq. Yenə Dart Goblin gözləyirəm. İşim pis tərəf hələ ki, Dart Goblin olanda rəqibdə bizdə Overs kart yoxdur. Qəşəng bu arada madenci atdı ki, rəqibimiz pis deyil. Buradan bir dənə boss banditlə girək. Deməli, Tesla ata bilər əslində. Ha, yox. Madenci. Qəşəng kuledə. Çox super. Rəqib əslində yaxşı oynayır. Prosta o qədər qəşəng seçmişik ki, kartları. Rəqib bir şey eləyə bilmədi. Yəni bir şey eləyə bilmədi. Dart Goblin'dən zaddan gələ bilər körpüdən. Aha, eybi yox. Eybi yox, yəni canın sağ olsun. Rəqib çox belə yetenek dəstəsi götürüb. Bu arada əlində paket yoxdur deyə fıçı vuracaq. Ki, aldıq yəni bunu. Qəşəng. Adam ateş ruhun
itələdi elektrik ruhu ilə ki, rəqib yəni onu deyirəm ki, pis oynamır. Amma eğer dəstəni o qədər qəşəng seçmişik ki, rəqib bir şey eləyə bilmədi. Bəşək atacaq, %10 saniyə qalıb oyundakı bizdədir. Good game. Yəni, bəzən yaxşı oynamaq belə qurtarmır. Deməli, rəqibin elə belə mən hesabına baxmaq istəyirəm. Bunun yəqin ki, nihayəsi falan olar. Bir dənə mat keçmişindən baxaq. Nihayəsi falan yox imiş. Nəsə, eyb yox. Davam eləyək. Əslində, dünya neçənci yerə baxmaq istəyirdim. Sonra dedim ki, eyb yox, video sonunda baxarıq. Aha. Ümumi baxanda burada belə pis kartlar yoxdur. Prosta böyük yoxdur. Tomruku adam götürdü. Oxları götürürəm. Bir də ki, fıçını götürə bilərik. Ki, yoxsa fıçını adam götürəcək. Ya da götürsün, oxlarımız əlimizdədir. Bir də ateş ruhunu götürmək istəyirəm. Başqa nə götürəcəksən yəni? Yəni, bait də yığmaq olar burada. Şey də yığmaq olar. Ağır da yığmaq olar. Amma adam belə baxıram ağır yığacaq. Çünki 2 dənə kiçik böyüylə inanmıram bait götürsün. Pekkanı götürsək. Böyük büyü onsuz da yoxdur. Bunun arxasından hələ ki yaşlıcadır qalsın orada. Arxasından nə göndərə bilərik? Əslində Goblin maşını da götürə bilərik. Amma kraliçəni hələ ki götürüm. Çünki bir dənə raketdir böyük büyü olaraq. O da ki inanmıram götürsün. Götürsə belə 3 dənə kiçik büyü ilə aləmi vuracaq bir-birinə. Biraz ağır gəlirik, amma olsun. Raket də götürdü rəqib. Ki, deməli, Cəhənnəm Kulesinin fikrini dağıtmaq lazımdır bizə. Götürək, əslində, bunu götürsək, pis olacaq. Neyse, götürək bunu. Bunu deyəndə şübhəli çalını deyirəm. Sadəcə dəstəni çevirmək üçün onu götürdüm. Bir də bombacı götürə bilərik. Son olaraq, atak kartı olaraq. Adam köstəbə götürdü. Bizim bombacımız var. İndi kartopu plus tomruk eləyə bilən deyil bombacı, amma kartopu ata bilər. Deməli, balıqçı gəldi. Bayaq mən buralarda bir dənə kart görmüşdüm. Atak kartı. Gözümdən qaçdı, yoxsa gözümə mi görsənmişdi? Neysə, bunu götürək. Düzdür, yaxın mənzilimiz biraz baha oldu. Dev Goblin səhv eləmirəmsə görmüşdüm haralardasa. Ola bilsin biraz hipnoz almışıq. Yəni gözümüzə görsənib. Amma adamın Cəhənnəm Kulesini keçmək biraz problem ola bilər. O da ki, baxım, problem deyil, yəni almaq olar. Fıçı götürə bilərəm, amma tomruk atacaq. Atak kartı olaraq bir də buradan nə götürək? Bunu götürəcəm. Düz Cəhənnəm Kulesi var. Dəstə biraz ağır ola bilər, amma biz alaraq deyə düşünürəm. Nəsə, başlayaq oyuna. Good luck'ımızı da deyək. Fıçı ata bilər. Fıçı deyirəm, köstəbək. Tomruk əlindən çıxdı ki, yəni belə də tomrukluq bir işimiz yoxdur. Nə ata bilərsən buna? Cəhənnəm Kulesinin əlindən çıxartdı. Arxadan Pekka ilə çıxaq. Adam əks tərəfdən şey ata bilər, köstəbək. Defans. Başqa kəsə biləcəyi bir kart var idi ki, mənim yox idi. Onu çəkdin deyək, okey. Olsun, bir dənə vursun. Pekka vuracaq bir dənə. Qəşək. Lan özelliğe səhvən bastım. Yox. Yəni özelliğe basmasaydım sol tərəfi də təxmini almış kimi bir şey idim. Əla. Arxadan Goblin maşınla çıxsaq.
Azı Pekka ilə çıxaq. Goblin maşından çıxaq. Əks tərəfdən yenə basa bilər. Köstəbəyim. Yəni Cəhənnəm Kulesinin olduğunu gördüm. Dedim ki, elə tank kartlarla girsək çox yaxşı olar. O adam indidən kartın atdı. Əslində bunun qabaqdan göndərək Queen'i. Raket atarsan ora. Atdı adam. Ebiyo. Qışay. O kule getdi. Deməli bunun Valkyrie atar yəqin ki dibinə. Yəni, özəlliyə basaq. Goblin maşin, bombacı, oxlar. Bunun qabağından əslində Pekka da basmaq olardı, amma bunu bura ataq hələ ki. Çalını elə belə dəstəni çevirmək üçün. Pekka da basa bilərik. Cəhənnəm Kulesi orada xoşbəxt oldu indi də. İndiyə yəni. Aa, çox qəşəng. KD. KD oranı görməz mən biləm. Eynən, aldıq biləni. 1 2 Keçək növbəti oyuna. 26 kupa verdi. Adamı çox pis yandırır. Yəni dünya 7 olduğum halda dəhşət düşmüşəm. Deməli buradan başlayanda böyük büyülərə birinci nəzər salaq. Adam zəhər götürdü. Biz ateş topu götürə bilərik. Və plus kasırqa da götürə bilərik əslində. Kasırqa çox qəşəng həyat qurtarır. Deməli, kraliçə götürə bilər rəqib, hansı ki kraliçə çox qəşəng kartdır. Amma ateş topumuz var deyə bəlkə dedim tərəddüd eləyər falan da eləmədi. Yaramazın olmağı biraz bizi üzdü deyə bilərik, amma buradan Tomruku da götürə bilərəm, amma Tomruka ehtiyac yoxdur. Dəstəni biraz sürətləndirmək üçün belə bir şey eləyəcəm. Başqa ruh götürdük, skelet götürdük, ateş topumuz zadımız var. Bir dənə kulübəyə ehtiyacımız var. Kulübə olaraq Tesla çox bir şey Tesla deyəcəm də adam bunu götürdü. Tomruku da götürdü. Ki dəstəsi hələ ki qəşəng gedir. Mən buradan elektro dev götürəcəm. Deməli bir dənə bizə tank lazımdır. Valkyrie okey. Valkyrie okeydir. Bir də havaya qarşı avıcı da pis deyil. Yəni düzdür hava kartı yoxdur. Yəni uzaqdan vuran ümumiyyətlə kart olaraq bunu saxlayaq və plus ümumiyyətlə hasar verən deyə biraz başım qarışdı. Yəni kart seçimində çox da danışmaq olmur. O Tesla'nı götürdü. Əslində Tesla'nın olmağı biraz pis oldu. Olsun. Keşke Tesla'nı biz götürsəydik deyəcəm də. Top arabası. Top arabası üçün nə götürə bilərik? Ondan kulübə verdi. Yəni eybi yox. Əslində heç düzgün kulübə vermə. Rastgele verdi bunu. Düzgün kulübə götürmədim. XA olsaydı bəlkə deyərdim hə də. XA daha uyğun idi bura. Adam mezarlıq götürdü. Yaşlı zaddan da yoxdur. Mezarlığı almağa kartımız da var. Elektro dev götürə bilərik buradan. Kulübə çaşki olmasaydı. Deməli. Hələ ki kasırqa ilə bunun üstünü açaq. Arxadan Valkyrie. Çox qəşəng başlanğıcdır. Deməli rəqibin bir dənə kraliçəsi var əslində. Bir də ki bu top arabası, hə.
Yəni başqa kartları çox da problemli deyil. Valkyrie hələ baxan moment mən bunu tez bazar kəsdim, çünki Valkyrie ona çatana kimi, onu öldürənə kimi gec olacaq. Özelliği basacaq körpün kəsən kimi. Qəşəng. Pis oldu bu. Yəni bu qəşəng olmadı. Çox hasar yedik. Aslında dedim mezarlık çok vurmaz. Ama vurdu. Şahans ki mezarlığa nerf gəlib yəni. Bu dəyişiklik güncəlləmə mezarlığı dəhşət güclənmişdi. Ona görə nerflədilər sezon ortasında. Hansı ki normalda sezon ortasında çox red hansısa bir kart nerflənir. Deməli Tesla pozisiyası o qədər də problemli bir yer deyil, amma bir dənə tutuzduranmadım ki, mən bu ateş topunu 2 saatdir. Sağa sola, sağa sola. Əslində cəhənnəm kulemizin olmağı yaxşıdır. Rəqibin böyük büyüsü zəhərdir. Skeletlər. Yəni biraz pis oldu. Vurma, vurma, çox vurma. Adam zəhəri atdı. Bir tomruk atdı. Qabaqdan elektro dev göndərək. Tesla atacaq. Teslanı ateş topu ilə aşır da. Ulan öldü ya, yani konkret əridi o. Valkyrie onun yaxasını açar. Yox, bunu uduzduq. Tez bazar bir dənə elektro dev çevirəyək. Adamın atak eləməyini gözləsək pis olacaq. Kakraz əlində Tesla da yoxdur. Bir şey də yoxdur. Elektro devi göndərsəm indi ona bir şey ata bilən deyiləm. Bunu hələ kəsim, sonra elektro devi atacağım. Özdə əks tərəfdən atacağım. Orada kraliçə var. Kraliçəni keçə bilmərik. Çevirdi. Yox, bir məğlubiyyət çox da pis bir şey deyil. Arada belə şeylər olur. Sakit şəkildə davam etmək lazımdır. Deməli kartlar yenə burada əslində böyük bir dənə raketdir. 3 slasher götürə bilərəm. Amma 3 slasherdən əvvəl əslində bir dənə havan götürsəm. Sonra büyü olarak ne var burada götürebileceğimiz? Aslında bir şey yok diye. Öfke götüreceğim. Bir de baxır kartlarda götürsəm lənət də götürə bilərəm. Minyon var. Yəni minyonlar var. Minyonları götürdümsə bəlkə adam yarasa götürər. Deməli kulübə olaraq bunu götürdü. Biz buradan Valkyrie baxadı. 3 iksirlik şövalyəni götürək. Bir de kaldı. Rəqibin serserileri. Ay ay ay. O biraz pis oldu. Serseriye biz neyini heç nə. Amma bir dənə dəstəni sürətləndirmək üçün, yəni həm işə yarasın deyə goblinlər. Başqa.
Kulübə də götürə bilərik deyəcəm də, kulübəlik bir şey yox deyə, yəni. O biraz pis oldu. Kiçik prensi hələ ki götürək. Kiçik prens həm buff gəlib. Ki, düzdür, mən çox da belə fərqi hiss eləyə bilmədim. Amma cəmaət tərifləyir deyə kiçik prensə güvənmək istədim bu əl. Görür, rəqib neynəyəcək axırda? Köstəbəyi götürdü, olsun. Qaldı 2 kart. Biri silahşördür, biri bəlkə lənətdir. Adam madenci götürdü. Bir dənə də bizə yaxın mənzildən bir kart əslində ola bilər. Amma köstəbəyə görə bunu götürürəm. Qaldı 3 silahşör götürəcəm bundan sonra. Yəqin ki, rəqib götürməz. Nəbadə 3 silahşör götürəsən, bütün ümidimi ona tikmişəm. Yaşlıcadır. Rəqibin kupası bu arada bizdən yuxarıda, səhv eləmirəmsə, utsaq bir 35-dən zaddan verər yəqin. Madencini tapa bilmədik bu dəfə, eybi yox. Çarpma çox boşuna idi. Havanı hələ ki atakda istifadə eləmək istəmirəm. Silahşör atacam amma. Sağ tərəfə biraz dəstək. Sol tərəfi serserlər. Saxladılar. Vur. Birini də vur. Hasarda qabağa keçək. Əla. Bundan sonra minyonlar ata da bilərəm ora. Atmaya da bilərəm. Amma atmayacağım. Biraz iksirimizi gözləyək. Havandan ataka çıxacam. Madenci gözləyirəm. Onda madencini bura istifadə eləyər. At madencini. Minyon sürsün hələ. Minyonları bölüm. Kim madencisini atsaydı yaxı rahatlaşardıq. Burası minyon qabağa getdi deyə indi madencisini ata bilər. Təqribi bunu attım. Oy. Yaxşı ki, yəni o tərəfə atmamışıq. Ora serseri basa bilər deyə Little Prince basıram. Özəlliyi dolsaydı basardıq özəlliyində. Tez bas, tez. Qəşəng özəllik. Oy, silahşör öldürdü şey. Uçan maşinini və sağa da sola da vurduq. Madenci. Buraxıram indidən Knight'ı. Əks tərəfdən havandan girək. Kulübə əlində deyil, başqa nə ata bilər indi ora? So. Sağa da kart ata bilər, sola da. Mən sola bir dənə dəstək verəcəm. Şövalyeye bax. Aldı kuləni. Bir dənə öfkə atım. Nə olar, nə olmaz. Aynen, good game. Görə nə qədər kupa verdi. 36 kupa. Qəşəng. Deməli 156'dayıq hələ də. 156-cı yer. Bir oyunda oynayıb udmaq olar əslində. Keçək bir oyunda oynayaq. Tak, buranın kartları ümumi baxanda gözümə çox da qəşəng görsənmədi. Amma belə bir şey var ki, havaya vuran kart olaraq yəni çox da bir şey yoxdur.
Amma cəhənnəm hələ ki əjdərini götürəcəm. Buradan elektron da götürəcək. Cəhənnəm əjdərini götürüb çarpmaq istəyər. İndi bu dəqiqə havaya qarşı bəlkə yarasadan zaddan götürər deyəcəkdim. Mezarlıq, yəni mezarlıq və plus zəhər. Mən seçməzdim yəni oyunun əvvəlindən bu qədər sürətli bir şey. Oxları götürüm hələ ki. Bir də. Əslində lənət də götürə bilər. Prosta bizə elə bir kart lazımdır mezarlığı kəsməyə. Amma hələ ki var ya, elektro büyücünün özü yaxşıdır mezarlıq cavab olaraq. Başqa şey var. Mızraqlılar var. Onlar əslində kəsə bilər. Prosta lənətə görə hələ ki qalmışam. O mızraqlının özü götürdü. Kəşi götürsəydim. Minipekkadansa o yaxşı idi. Amma olsun. Lənət də götürə bilərik. Buzu götürdü. Biz buradan lənət götürək bir dənə. Sırf mezarlığa atmağa. Bir də. Yaxın mənzildən biraz güclü girə bilərik əslində. Altın şövalye götürə bilərəm. Yəni sırf mezarlığa özəlliyi ilə şey eləməyə, skeletlərini kəsməyə. Deməli, adamın havaya qarşı 3 dənə belə kartı var. İndi mızraqları saymasaq, bunlar da əslində saymaya bilərik. Belə də güclü kartlar deyil. Yaxın mənzildən başqa nə götürə bilərəm? Belə də bir şey yoxdur. Mən bunu götürəcəm. Dəstə biraz ağır olacaq. Bunun arxasında balon götürərəm. Yəni tankları bununla kəsib, blok iş kartla kəsib, sonra atak eləməyə, ya da ki tanklayıb göndərməyə. Səhv elədim. Sürüşdürürdüm, belə səhv getdi. Mızraqlı gözləyirəm eyni zamanda rəqibdən. Ki düz deyə belə də bir şey səhv deyildi. Yəni belə baxanda məntiqli başlanğıcdan var. Bir vuruş aldıq. Mezarlıqla bəlkə adam girə bilər. Yox, girmədi. Belə biraz təmkinlə oynayır. Deməli, cəhənnəm əjdərini atıb onu kəsə də bilərik əslində. Mezarlıq gözləyirəm rəqibdən əslində. Çünki onu çarpmaq. Dediyim kimi biraz hasar vermişik. Əla. Golden Knight ataq. Əslində balonla girə bilərdim, amma Golden Knight daha belə gözə yaxşı idi. Qəşəng elektro çox qəşəng hasar çıxartdı və əlində belə havaya vuran bir şey yoxdur deyə misal üçün əks tərəfdən mən balon atıram. Maksimum Goblin ora ata bilər ki, Goblin arxasına kart vursun. O da ki, vurana kimi balon 2 dənə vurar. Hələ ki, iksir atmıram. Bunu minipekka ilə kəsək tez. Çox da kuleyə vurmasın. Rəqibin də səsən əslində pisdir, bəyənmədim. Onu kəsin artıq. Onu da kəsin. Əla. Mızraqlı ata bilər. Başqa, prosta ki, bu əlindən çıxdı. Prosta bəlkə mızraqlının əlində saxlayıb ki, nə deyirlər ona, balonu atmağa. Adam çox belə dəxlisiz mezarlıq oynayır. Bir dənə Goblin karşı ataq belə. Zəhər də atdı adam. O mızraqlar çox vuracaq. Ki, əks tərəfə də bir şey atmalıdır. Buradan girdik, aldıq. Prensi də göndərirəm. Qəşəng. Kulenin almağımız yaxşı oldu. Bu arada özəlliyə də basıb əlavə hasar verməsin deyə minipekkanı atıram tez bazar kəsməyə. Əla. Əslində mezarlıqla rəqib girə bilər. Körpüdə tez bazar kəsərəm. 5 saniyə mezarlıq çətin alar kuleni. Aldıq. 26 kupa verdi ya. Baxaq
94. İlk 100'lüyə girmişik.